Sumqayıt şəhər General-Mayor Həzi Aslanov adına 22 sayılı tam orta məktəbin ərazisidir bura. Bura bunun hasarıdır. Gördüyünüz kimi bu məktəbin hasarıdır. Buradan daxil oluq məktəb ərazisinə. Məktəbin ərazisindəki vəziyyət də budur. Səfərova Tahirə Aslan qızı burada qeyri-qanuni işindən əlavə işlətdiyi adamları, qeyri-qanuni işlətdiyi, işindən əlavə işlətdiyi xadimələri, onların adından çox yalanlar danışır ki, onlar etiraz edirlər, nə bilim, nə eləyirlər. İnsanların haqqını yeyib talayıb bu Səfərova Tahirə. Baxın, 22 sayılı Həzi Aslanov adına tam orta məktəbdir bura. Baxın, gördüyünüz kimi General-Mayor Həzi Aslanovun adını daşıyır bu məktəb. Görürsünüz nə haldadır. Məktəbin elm ocağının, Azərbaycanın elm ocağının, elm və təhsil ocağının həyətidir bura. Baxın ki, nə haldadır. Azərbaycan Respublikasının Təhsil Nazirinə səslənirəm. Emin bəy, Emin Əmrullayev baxsın buna ki, baxın, ağaçlar da susuzluqdan quruyub, nə hallara qalıblar. Bax, gördüyünüz kimi, buradakı bu vəziyyət budur. Sumqayıt şəhər General-Mayor Həzi Aslanovun adına olan 22 sayılı tam orta məktəbin həyətindəyəm. Həyətin çəkilişini eləyirəm.